sertifikasiya hazırlaşan müəllimlərimiz və eyni zamanda şagirdlərimiz. Bugün ibtidai icma quruluşunun ikinci hissəsinin izahına keçmək istəyirəm. Deməli, biz qalmışdıq mezolit, yəni orta daş dövründə. Deməli, müəllimlər, belə yadda saxlayırıq. Əvvəlcə gəlin mezolit dövrü hansı abidələr əsasında öyrənilir, onu deyim, daha sonra izahına keçək. Biz deyirik ki, mezolit dövrü damcılı, Qazaxda damcılı mağarası əsasında, bir də Qobustanda deməli daha çox öyrənilmiş. İndi isə gəlin izahına keçək. Dedik ki, mezolit dövrünün yəni mövcud olma yəni ili eramızdan əvvəl 12-ci minillikdən 8-ci minilliyə qədər davam etmişdir. Deyirik ki, mezolit dövründə ox və kaman kəşf olunmuşdu yoldaşlar. Ox və kamanın kəşfi nəyə gətirib çıxarmışdı? Biz deyirik ki, ox və kamanın kəşfi deməli heyvanları daha uzaq məsafədən vurmağa köməklik göstərmişdir və eyni zamanda qida ehtiyatını artırmışdır və ibtidai maldarlığın əsasını qoymuşdur. Deməli deyirik, onda belə deyirik. Mezolit dövründə 1. İbtidai maldarlıq, 2. İbtidai əkinçilik, 3. Ox və kamanın kəşfi olmuşdur. Daha sonra deyirik ki, ibtidai incəsənət də inkişaf etmişdir. Biz deyirik ki, ibtidai incəsənətin yaranma dövrü paleolit dövrünə təsadüf etsə də, inkişafı mezolit dövründə də olmuşdur. Mən demişdim ki, ibtidai icma quruluşu tarixində 2 keçid olmuşdur. Düzdürmü yoldaşlar? Deyirik ki, birinci olubdur. Orta paleolit dövründə ulu icma tam yox ha, qismən keçmişdir qəbləyə. Bir də mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Daha sonra deyirik ki, mezolit dövründə mikrolit əmək alətlərindən istifadə yaranmışdır. Eyni zamanda müəllimlər deyirik ki, mezolit dövründə, yəni buna biz bəzən həndəsi formalı əmək alətləri də bu formada deyə bilərik. Deyirik ki, əmək alətləri adətən çaxmaq daşından və sümükdən hazırlandı yoldaşlar və biz gəlin bərabər Qobustanda tapılan tapıntılar haqqında tanış olaq. Deyirik ki, müəllimlər, Qobustanda əsasən deməli qayaüstü təsvirlərin ön plana getdiyini görürük. Burada deməli əsasən nə əks olunmuşdur? Testdə bu formada düşür. Deyirik 1. İnsan ov rəsmləri, 2. Heyvan, 3 gəmi və 4 yallı rəqsini əks etdirən deməli rəsmlərdir. Eyni zamanda deyirik ki, yoldaşlar, qədim Qobustanda ovçuluq, yığıcılıq, balıqçılıq əsas məşğuliyyət sahəsidir. Və eyni zamanda deyirik ki, ağacın içərisini oyaraq qayıq düzəldilmişdir və burada həmin qayıq rəsmlərinə rast gəlinir. Hətta deyir ki, Norveç alimi Thor Heyerdahl demişdir ki, buranı araşdıran və bir nəticəyə gəlmişdir ki, Azərbaycan gəmiçiliyinin meydana gəldiyi ən qədim ərazidir. Bunu Thor Heyerdahl öz deməli tapıntılarının əsasında belə nəticəyə gəlmişdir. Eyni zamanda deyirik ki, müəllimlər, dəfn etmə adətində də fərqlilik var idi. Artıq qəbirlərdə müxtəlif yanlarına deməli müxtəlif əşyalar qoyurdular. Deməli, biz öyrəndik ki, ümumiyyətlə qəbirlərdə basdırılma başlayıbdır Neandertal insanın yarandığı dövrdə. Yəni orta paleolit dövründə olmuşdur. Və biz deyirik ki, əlavə olaraq ümumiyyətlə İshak Cəfərzadə tərəfindən qeydə alınmışdır qayaüstü rəsmlər 1939-cu ildə və daha sonra artıq 66-cı ildə Qobustan tarixi bədii qoruğu kimi elan olunmuşdur. 2007-ci ildə isə artıq Qobustan UNESCO abidələri siyahısına deməli yəni daxil olmuşdur. Daha sonra deyirik ki, müəllimlər, yeni daş dövrü. Yeni daş dövrünə neolitdə deyilir. Deməli, davam edibdir. Eramızdan əvvəl 8-ci minilliyin sonlarından
6-cı minilliyə qədər deməli davam etmişdir. Müəllimlər, yeni daş dövrü adından məlum olduğu kimi bir çox yeni hadisələrin yarandığı dövrdür. İndi gəlin bərabər hansı hadisələr yaranıbdır? Onları sizlə bərabər öyrənməyə çalışaq. Deyirik 1. Tam olaraq əkinçilik və maldarlıq, yəni istehsal təsərrüfat formalaşdı. Bu birinci hadisəsi. İkinci hadisəsi deyirik dulusçuluğun yaranması. Üçüncü hadisəsi yoldaşlar deyirik insanlar daşlar, alətlərinin deşməyi və cilalanmağı öyrəniblər. Dördüncü hadisəsi saxsı qablar. Beşinci hadisəsi toxuculuq. Altıncı hadisəsi toxanın yaranması və eyni zamanda oraqın hazırlanması Neolit dövrünün yeni hadisələrindən biridir. Testdə müəllimlər belə bir sual düşür. Deyir ki, müxtəlif peşələrin yaranması hansı dövrə təsadüfüdür? Deyirik ki, Neolit dövrünün hadisəsi kimi bunu göstəririk. Yəni ilk sənət sahələrinin yaranması dedikdə biz deməli Neolit dövrünü götürürük. Eyni zamanda bütün bu hadisələrin olması əlbəttə ki, həmin dövr üçün böyük bir inqilab idi. Eyni zamanda yoldaşlar deyirik ki, abidələrindən Gəncə Qazaq, Naxçıvan, Təbriz ətrafı, Qobustan, Tovuzda Göytəpə, Ağcabəddə Kamil təpəni biz bu abidələrdən deməli deyə bilərik. Baxın, gəlin xəritədə bir daha bunları göstərim. Deyirik ki, Ağcabəddə Kamil təpəni biz göstərə bilərik. Daha sonra deyirik ki, Gəncə Qazaq istiqaməti bu istiqamətlərdə tapılmışdır. Daha sonra deyirik ki, yoldaşlar, Tovuzda Göytəpə yenə bu istiqamətədir deməli göstərilmişdir və bütün bunların mövcud olması mezolit, üzr istəyirəm, Neolit dövrünün ən son yeniliklərindən bizə xəbər verir. Dedik ki, Tovuzdakı Göytəpədə daha çox heyvanın çənə sümüyündən tapılmış deməli oraq tapılmışdır və təbii ki, bu həmin dövr üçün bir deməli tapıntı kimi göstərilir. Eyni zamanda çəkicin və baltanın tapılması da Kamil təpədən həmin dövrün yeniliklərindən deməli hesab olunur. Daha sonra gəlirik Mis daş dövrünə yoldaşlar. Mis daş dövrü dedikdə və yaxud da Eneolit dedikdə biz deyirik 6-cı minillikdən eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Deməli yoldaşlar, nəyi diqqət yetirməlisiniz? Biz deyirik ki, əvvəlki kitablarda Mis deməli yaxın şərqlə əlaqələrimiz daha çox yaranmışdır, deməli mövcud olmuşdur Orta Tunç dövründə. Ancaq deyirik indi ən son yeniliyə əsasən yoldaşlar, deyirik ki, artıq Eneolit dövründə bizim Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə əlaqələrimizin mövcud olduğu deməli söylənilir. Deyirik ki, əvvəlki nəşrə əsasən deyirdi ki, bütün ev heyvanlarının əhilləşdirilməsi başa çatmışdır. Artıq bu cür demirik. Deyirik ki, artıq deməli əhilləşdirilmə erkən Tunç dövründə və daha sonraki dövrlərdə də davam etmişdir. Ən son nəşrə əsasən biz deyirik ki, evlər, qazma tipli evlərin mövcud olması Eneolit dövründə deməli mövcud olmuşdur. Eyni zamanda deyirik ki, evlər dairəvi formadaydı və düz bucaqlı formasındaydı yoldaşlar. Bunu da ən son nəşrə əsasən deyirik. Eyni zamanda yoldaşlar deyirik ki, artıq Mis daş dövründə Əlikömək təpədə deməli evin ortasında ocağın deməli hazırlanması, düzəlməsi, qalanması həmin dövrə deməli təsadüf edir. Və eyni zamanda biz Əlikömək təpədə tapmışıq ki, doğrudan da evlərin divarlarının qarşısında xüsusi dayaqlar var idi ki, bu həmin dövrə təsadüf edir. Daha sonra deyirik ki, deməli yoldaşlar, toxa əkinçiliyinin inkişaf etməsi,
ovçuluq, yığıcılıq, balıqçılığın ikinci dərəcəli sahəyə çevrilməsi, bunun da əsas səbəbi ondan ibarət idi ki, həmin dövrdə yeni sənət sahələri meydana gəldiyi üçün biz bunu artıq ikinci dərəcəli hesab edirik. Bir də nəyi deməli qeyd etsəniz daha yaxşı olar. Deyirik ki, yeni saxsı qabları yaranmışdır və eyni zamanda artıq deməli süfrə üçün istehsal olunan qablarda müxtəlif naxışlar qururlar. Bu isə deməli ən son nəşrə əsasən deməli olmuş bir yenilikdir yoldaşlar. Eyni zamanda deyirik ki, kürələrin meydana gəlməsi, saxsı qabları üçün bişirmək üçün kürələrin meydana gəlməsi deməli yeniliklərimizdən biridir və eyni zamanda deyirik ki, metal yəni metalın kəşf olunması Gədəbəy, Daşkəsən və Qarabağın dağlıq hissəsində biz bunu deməli rast gələ bilərik və deyirik ki, ən son nəşrə əsasən ibtidai metal işləmənin əsası məhz Eneolit dövründə qoyulmuşdur. Qadın yenə də öz mövqeyini saxlayırdı, yüksək müqəddəs varlıq idi və dini ayinlər icrası həmin dövrdə də var idi. Eyni zamanda deyirik, ölülər evin içərisində basırılırdı, üzərinə qırmızı oxra tökülürdü və bu da deməli Eneolit dövrünün xas xüsusiyyətlərindən biridir. Deməli biz gəlin bərabər təkrar edək və Eneolit dövrünü bitirək. Deyirik 1. Ölülər evin içərisində basırılırdı və üzərinə qırmızı oxra tökülürdü. Deyirik 2. İbtidai metal işləmənin əsası qoyulmuşdur. Deyirik 3. Evlər çay kənarında, dairəvi formada və düzbucaqlı formada tikilirdi. Deyirik kürələrin yaranması həmin dövrə təsadüf edir. Deyirik qazma evlərin yaranması həmin dövrə təsadüf edir. Deyirik deməli naxış deməli duluzçuluq sənətində naxışlardan istifadə həmin dövrə təsadüf edir. Ovçuluq, yığıcılıq və balıqçılığın ikinci dərəcəli olması həmin dövrə təsadüf edir yoldaşlar və qadının əsas mövqe tutması həmin dövrə təsadüf edir. Və deyir ki, insanlar misin döyülmə xassəsini icad ediblər. Baxın, bu deməli ən son nəşrə əsasən deməli göstərilmişdir. Göndəri emalının deməli inkişafı və bunun nəticəsində artıq dəridən ayaqqabı, paltar deməli yaranması bir daha bunu demək sübut edir.